Nərimanovda Heydər Əliyev mərkəzinin tam yaxınlığında 9 mərtəbəli binanın 7-ci mərtəbəsində qanuni 4 otaqlı mənzil təqdim edirəm. Qiymət 290 min manatdır, keçək mənzilin daxil hissəsinə. Daxil oluruq mənzilə, dəyərli izləyicilər. Burada mənzilin birinci otağı yerləşir. Döşəmə parketdir. 9 mərtəbəli Leningrad layihəli binanın 7-ci mərtəbəsində yerləşir mənzilimiz. Bu hissə eyvan hissə olub, mənzilə qatılaraq daha da genişləndirilib. Mənzil künc deyil, orta mənzildir. Burada mənzilin giriş qapısı yerləşməkdədir. Girişdən daxil olduqda burada dəhliz hissə olub, ev sahibi tərəfindən buradakı divar götürülərək daha da genişləndirilib. Burada mənzilin ikinci otağı yerləşir. Baxın, bu formadadır. Orada eyvan yerləşir. Daha sonra burada mənzilin üçüncü otağı yerləşir. Qarşısında eyvan. Mənzilimiz səliqəli, təmirli bir mənzildir. Orta təmirlidir. Daha sonra daxil oluruq mənzilin mətbəxinə. Mətbəxini də görürsünüz, olduqca genişdir. Mətbəx mebeli quraşdırılıb. Qarşısı açıqdır, gün düşən bir mənzildir. Bu formadadır, baxın. Buradan da qonaq otağına keçid var. Qonaq otağından da bura keçmək mümkündür. Və burada mənzilin sanitar qovşağı yerləşir. Bütün lazım aksesuarlarla təmin olunub. Burada isə mənzilin 4-cü otağı yerləşir. Baxın, bu formadadır. Qanuni 4 otaq tam yelçəkər bir mənzildir. Nərimanovda Konqres Mərkəzinin və Heydər Əliyev mərkəzinin tam yaxınlığında yerləşir. 9 mərtəbəli Leningrad layihəli binanın 7-ci mərtəbəsindədir. Əşyalarsız satılır, sənəd kupçadır. Qiymət 290 min manat start qiymətdir. Real alıcı ilə qiymətdə razılıq əldə olunacaq. Mənzil haqqında bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.